Salam üzümçü kardeşlerim. Ben bu üzümleri 2025 yılın may ayında tinkim şeklinde üzüm demeli Vinograd Azerbaycan'a YouTube'da var. Vinograd Azerbaycan'a demeli saytında olan Elsever kardeşimden almıştım, getirmiştim. Bunlar kişmiş üzümüdür. Demeli bu yıl bunları çiçek vakti size göstermiştim. İndi de məhsul artıq yetişmeye hazırlaşır diye size göstermek istedim. Demeli bu sort avatar sortudur. Demeli həmin əvvəl gösterdiğim sorttan bir yıl demeli bunun yaşı azdır. Bunu evde bunu şitili yetiştirmiştim. Tamaşaçılarıma da göstermiştim. İndideki artık signal, bunu demək olar ki signaldır bu salxım. Ona göre bunu saklamışam. Cəmi 2 dənədir. Biri buradadır, biri de buradadır. Bunları saklamışam nümunə üçün. Qaldı ki, burada Veles sortu var. Artıq yetişmək üzrədir. Fikir verir. Özdə bu çox məhsuldar sortdur. Çox məhsuldar sortdur. Bunu hələ mən demək olar ki, bunun çiçəklərini hələ çiçək vaxtından ta indiyə qədər çox budamışam. Deməli ki yük çox verməyim bu tənəyə. Deməli həddindən artıq çox idi bunun yükü, azaltmışam bunun yükünü. Deməli salxımları vurmuşam. Bir də ki bu sorta çox əziyyət verdi, hər 3 sorta. Çox əziyyət verdi oydum xəstəliyi. 2 dəfə topazdan dərmanladım, gördüm ki xeyri yoxdur. Siz də mənə yazırsınız. Onu bir dəfə ilə mümkün deyil sağaltmaq. Deməli 2 dəfə topazdan dərmanladım. Xeyri olmadığı üçün götürdüm onu kükürt tozu ilə tozladım və nəticə aldım. Sağ olun. Gələn görüşədək inşallah yetişmə dövrünün ərəfəsində dərin vaxtda da sizə göstərərəm. Salamat qalın. Sizin də üzüm bağlarınıza Allah bərəkət versin.